fikrində bir insan tut, bu sənin dostun da ola bilər, bu sənin sevgilin də ola bilər, nə bilim, bu sənin hər kimindir, fərq eləmir. Onun sənə qarşı əsl niyyəti nədir, əsl özü nədir? Gəl buna baxaq. Hazırda fikrindəki insanla münasibətlərin hansı enerjidədir? Gəl buna baxaq. Burada mən görürəm ki, burada belə deyim də, bitməkdə olan bir enerji çıxır, bitməkdə olan bir münasibət çıxır və yaxud da ki, hal-hazırda əgər dostsansa da, sevgilisənsə də, burada həm sevgi münasibətdə çıxır, dost münasibətdə. Bu dəqiqə aranız soyuqdur. Ya məsafə saxlamısınız, ya konkret əlaqə kəsilibdir. Yəni bu dəqiqə bu enerji çıxır. Bu enerjidə sizə davam edin. Fikrindəki insanla hal-hazırda münasibət budur. Okey. Gəl baxaq, fikrindəki insan özü necə bir insandır. Fikrindəki insan özü xarakter olaraq necə bir insandır? Müsbət tərəfi nədir? Mənfi tərəfi nədir? Gəl birinci buna baxaq. Xarakter olaraq özü necə bir insandır? Xarakter olaraq özü ya yaşı səndən az ola bilər, ya xarakter olaraq səndən olğun, sən daha olğunsan bu insanla da, belə deyim. Xarakter olaraq melanxolik bir xarakteri var, yəni belə deyim də, dramatik hər şeyləri, olayları böyütməyi bacaran, hər dəfə deyilən narahatlıq, belə deyim də, hər şeydən narazı olan bir insandır burada. Elə bil ki, sanki bu enerji vampiri kimi də biri çıxır, yəni belə bir şey çıxır. Müsbət tərəfləri nədir bu insanın? Müsbət tərəfləri kənardan baxanda çox belə stabil bir insandır. Stabillik, necə stabillik? Yəni kənardan baxanda deyirsən ki, bu adam səsli küylü biri deyil, sakit biridir, stabil biridir bu insan. Amma bu adam samanatdan su yeridən bir insandır. Belə görürəm bu insanı. Çünki bu insan üzdən nə qədər sakit və nə qədər stabil görünsə də, daxildən bunun beyni elə bil 24 saat işləyir, 24 saat düşünür, fikirləşir. Hər zaman da insanlardan, belə deyim də, özünü necə qorumaq lazımdır. Qoruyucu enerji də olur bu insan, daimi olaraq insanlara qarşı. Negativ tərəfləri nədir? Negativ tərəfləri odur ki, biraz narsistlik var bu insanda, biraz özündən çox razılıq var bu insanda. Yəni, xəyal aləmində çox olur, illüziyalar, xəyal aləmlərində çox olur bu insan. Belə deyim də, və insanları belə məsafəli davranan insandır. Konkret olaraq bu, düzdür, nə qədər negativ tərəf olsa da belə bir şey çıxır, narsistliyə meyillidir bu insan. Gəl baxaq, fikrindəki insan sənin haqqında müsbət olaraq nə düşünür, negativ olaraq nə düşünür və niyyəti nədir sənə qarşı? Müsbət olaraq nə düşünür səndən əlaqədar? O, müsbət olaraq səni, ola bilsin, sənin altıncı hisslərin mi güclüdür, sən elm sahibisən və yaxud da ki, gizli elm sahibisən, hər nədirsinsə, səni çox ağıllı və sirli biri olaraq görür. Səni kral və ya kraliç olaraq görür bu insan ki, bu insan özünün taxtı tacında oturubdur, həyatını özü idarə eləyir, maddi cəhətdən yığımcıl bir insandır, hər şeydə, yəni məsafəli, sərhədli, yığımcıl bir insandır bu insan. Konkret sən də onu kimi, elə bilirsən ki, aynalayırsınız bir-birinizə, əslində müsbət tərəfini bul görür o insan. Mənfi tərəfi nədir? Mənfi tərəfi isə səni, belə deyim də, hər zaman qaçaraq görür. Hər zaman qaçaraq nədir? Yəni bu insan səndən əmin deyil. Bu dəqiqə ola bilsin, sən bu insanla məsafəli davranmısan və yaxud da konkret olaraq əlaqəni kəsmirsən. Çünki bu fikirləşir ki, bilmirəm nədir səbəb və yaxud da ki, səbəbi də bilir. Bu insan uzaqlaşır məndən, yəni daima başqa axtarışlardadır. Tutaq ki, daima sürüşüb getmək istəyir, mənim əlimdən qoğal kimi qaçıb getmək istəyir. Yəni belə fikirləşir. Negativ tərəf budur. Səndən əmin deyil. Səninlə, sənin onun yanında tam olaraq qalacağından fərqi yoxdur, dostluq və ya münasibət, hər nədirsə əmin deyil. Və bu fikirləşir ki, hətta pis günümdə yanımda deyil deyə düşünən biridir. Sənin haqqında belə düşünür. Niyyəti nədir sənə qarşı? Niyyəti nədir? Niyyəti səni idarə etməkdir. Burada biz belə deyim də, narsist görürük. Sənin gücündən faydalanmaq, səndən faydalanmaq, amma niyyətinə çata bilmədiyini görürük. Bu insan, yəni, niyyəti var idi. Əvvəllər düşünürdü, əvvəllər münasibətiniz yaxşı olanda düşünürdü ki, əla, mən bu insandan faydalanacağım. Fərqi yoxdur, ya emosiyalarından, ya duyğularına, hər nədirsə, maddi mənəvi, hər nədirsə faydalanacağım. Amma indi görür ki, yox, yəni, elə deyil. Bu insan səndən faydalana bilmir, sənin özünün məsafələrin var. Məsafə saxlayırsan bu insanla əlaqədar. Gəl görüm, ümumiyyətlə,
Bu insan sənə qarşı dürüst davranırmı? Bu insan sənə qarşı. Fikrindəki insan sənə qarşı dürüst davranırmı? Burada mən dürüstlük görmürəm. Burada mən konkret olaraq dengesizlik görürəm. Burada mən konkret olaraq, yəni bu dəqiqə zaten sənin onunla məsafə verməyin də bunun dürüst olmadığını. Ola bilsin sən bunun maskasını cırmısan, ola bilsin sən bunun özünü necə göstərirdisə, onu açmısan, əsl üzünü görmüsən və buna görə də çəkilmirsən. Çünki bu insan əslində sən demə narsist tipi var da bu insanın. Yəni dürüstlük görmürəm mən burada. Heç bir dürüstlük görmürəm. Ona güvənə bilərsənmi? Gəl buna da baxaq. Ona etibar eləyə bilərsənmi? Ona güvənə bilərsənmi? Fikrindəki insana etibar edə bilərsənmi? Güvənə bilərsənmi? Fikrindəki insana etibar edə bilərsənmi? Güvənə bilərsənmi? Gəl buna baxaq. Zaten bu sualın cavabını sən özün bilirsən. Bu insanla bəlli bir məsafə saxlamısan. Hal-hazırda zaten bu insanla münasibətin askıdadır və sakit-sakit uzaqlaşırsan. Bu insanla sən, belə deyim də, bu insanın hardasa sənə zərər vuracaq bir yerləri olsa belə, sən elə bir, yəni pambıqla baş kəsə bilən bir insansan. Belə deyirlər də, lora dildə desək. Sən bu insanla məsafəli şəkildə hər şeyi stabil şəkildə uzaqlaşmısan və bu insana xeyr güvənmirsən, güvənə də bilmirsən. Zaten sən heç kimə güvənmirsən və hər kəsdən, yəni salam verdiyin bir insandan bu insandan mənə nə xeyir, nə zərər gələ bilər deyə düşünə bilən bir insansan. Gəl baxaq, ümumiyyətlə, hətta arabı soyuqdursa da bu insanla barışmaq, münasibəti bərpa eləmək sənin üçün xeyirlidirmi? Bu insanla barışsan, münasibəti bərpa eləsən sənin üçün xeyirlidirmi? Bu insanla barışsan, münasibəti bərpa eləsən sənin üçün, belə deyim də, bu bir keçid etapıdır. Bəlkə də bu keçid etapını keçsən, hal-hazırda ola bilsin dostluğunuzda anlaşılmazlıqlar var və s. Bir müddət münasibətiniz düzələ bilər, bir müddət deyə bilərsən ki, hə, bu dəyişdi, bir müddət. Ondan sonra yenə də, yəni yenə baxıram, bu ümumi baxımdır, kollektiv açımdır, yəni bu həm dostluğa aiddir, həm münasibətə aiddir. Sən özün artıq konkret insanı fikirləşib ona baxırsan. Bir müddət sonra yenə aranızda məsafə yaranacaq. Yəni bu stabil bir ilişki deyil. Bu enişli, yoxuşlu, karusel bir atnaşeniyadır, toksik bir atnaşeniyadır. Belə görürəm bu insanı. Baxıram, bu insan sənin gözləntilərini doğruldacaqmı? Yəni dostluqdamı, münasibətdəmi, fərq etmir. Bu insanla münasibətini bərpa etsən, sənin gözləntilərini doğruldacaqmı? Sən burada bərpa etməyi düşünmürsən. Sən burada məsafəli davranmağı düşünürsən. Əgər münasibətlərini bərpa eləsən, əgər sən üstündə dursan bu insanı, bir şeylərə məcbur eləsən, nə bilim, kontrolu öz əlinə alsan, bəzilərinizdə var da, kontrolu alsan, hə, nəysə bunu, belə deyim də, məcburiyyətlə nəyəsə bir yerə gətirə bilərsən. Məcburiyyətlə, yəni. Burada gərək maksimum sənin öz gücün olmalıdır. Bu insanı idarə eləməlisən. Bu insanın idarəsində olmalı deyilsən. Bu insanı özün idarə eləməlisən və bu münasibətdə özün idarə eləməlisən. Gözləntilərini doğruldacaqmı? Buna da baxaq, təkrar. Münasibəti bərpa eləsən və yaxud da davam eləsən, sənin bu münasibətdə dostluq mu deyim, sevgi mi deyim, işgüzar atnaşeniyadır, hər nədirsə bu münasibətdə sənin gözləntilərini doğruldacaqmı fikrindəki insan? Tam olaraq doğruldacağını görmürəm. Bu insan manipulyasiyalar eləyəcək sadəcə olaraq. Yəni gözünü boyayacaq da. Burada mən amaroçkalar görürəm. Göz boyayıcı davranacaq və askıda qalacaq. Yenə də məsələn nə isə elə deyəcəksən, deyəcək zamana burax, zamanla eləyəcəm, belə eləyəcəm, elə eləyəcəm. Yəni yox. Doğruldacağını görmürəm də, yəni. Nə deyim, yəni sən bu insanı idarənin altına alsan, gözləntilərini sıfıra endirsən, aşağı endirsən, olduğu kimi qəbul edirsən, hə, amma sən də olduğu kimi qəbul eləyəcəksənmi? Sən o insanı bəs olduğu kimi belə bir şəkildə qəbul eləsən, sənin üçün xeyirlidirmi bu münasibətin davamı? Yox, sən olduğu kimi qəbul eləməyəcəksən, sən zaten, yəni, gözləntilərin olmursa, vaxt itirmək istəmirsən. Çünki sən soyuyursan, soya-soya uzaqlaşıb gedirsən. Sən artıq yüksəlmirsən, daha yüksək bir səviyyədəsən bu insanla. Belə deyim, kainat o insanla əlaqədar sənə nə məsləhət görür? Kainat, kartlar sənə o insanla əlaqədar konkret olaraq nə məsləhət görür? Boş burax və uzaqlaş. Bu qədər. Aldım, qəbul edildim, ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla. Bundan istədiyin ala bilməyəcəksən, yəni. Boş bir şeydir bu.